Salam əziz izləyicilər, bizim bugünkü dərsimiz lazım və mütəəddि feillərdən olacaq. Biz keçən dərslərdə feilin məf'ul formalarından danışdıq. Bəzi feillər var ki, biz onları məf'ul halına gətirə bilmirik, feili məf'ul eləyə bilmirik. Həmin feillər lazım feillər olarsa, bizim dilimizdə lazım yəni təsirsiz, mütəəddi yəni təsirli. Yəni biz bu adları bilək də hər dəfə deməyək də mütəəddi yəni təsirli, lazım yəni təsirsiz. Elə mütəəddi lazım deyəndə biz başa düşək ki, mütəəddidən lazım feildə məqsəd nədir? Məsələn, zəhəbə Zeydun deyirdik. Zəhəbə Zeydun. Darəbə Zeydun Bəkrən. Zəhəbə Zeydun. Biz isim bəhsində keçəcəyik. Fail, məf'ul mövzusunu biz isim bəhsində keçəcəyik. İnşallah Allah nəsib eləsə nəhv oxuyanda da, nəhvdə də geniş izah eləyəcək. Failin həmişə erabı, axır hərəkəsi zəmmə olur, tənvin zəmmə ya zəmmə olur. Məf'ulda da, məf'ul yəni üzərində iş görülən. Axır erabı həmişə fəthə ya tənvin fəthə olur. Zəhəbə Zeydun, Zeyd getdi. Zəhəbə feili burada lazım feildir, yəni təsirsiz feildir, faillə kifayətlənir. Darəbə Zeydun Bəkrən, Zeyd Bəkri vurdu. Darəbə mütəəddidir, yəni faildən əlavə məf'ula da ehtiyacı var. Biz darəbə feilini biz rahat şəkildə məf'ul formasına gətirə bilirik. Məsələn, darəbə Zeydun Bəkrən, Zeyd Bəkri vurdu. Duribə Bəkrun, Bəkir vuruldu. Bu cür biz məf'ul formaya rahat şəkildə gətirə bilirik. Amma lazım feilini biz məf'ul formaya gətirə bilmirik. Məf'ul formaya gətirmək üçün biz lazım feilini mütəəddi eləməliyik. Yəni, ya hərfi cərin vasitəsilə, cər hərfi nədir? İnşallah biz onun bəhsini geniş eləyəcəyik gələcək dərslərdə. Cər hərfi ismin əvvəlinə gəlir, isimdə bir zahiri təsir qoyur, ismin axırın məzrur eləyir, axır hərəkəsi kəsri olur və feili mütəəddi eləyir bəzi hallarda. Və bütün feillər də mütəəddi olmur. Yəni, deyək, bütün lazım feilləri biz mütəəddi eləyə bilərik. Yox, bir qism feillər var ki, lazım feillər var ki, həmin feilləri biz cər hərfinin, yəni ön qoşmanın vasitəsilə və yaxud həmin feili əgər baba gedirsə, baba aparmaqla biz həmin feili mütəəddi eləyə bilərik. Və bablar da inşallah gələcək dərslərdə keçəcək ki, feilin sulasi mücərrədin, sulasi məzidin, babların keçəcək inşallah gələcək dərslərdə. İndi biz qısa bilək ki, lazım feilini biz mütəəddi eləmək istəyirsə, cər hərfi ilə məsələn mümkündür. Məsələn, misal deyək, zəhəbə feilinin mənası getmək deməkdir. Biz indi zəhəbə feilini mütəəddi eləmək istəyiriksə, misal yazaq, zəhəbəllahu binurihim. Zəhəbəllahu binurihim. Allah onların nurunu apardı. Zəhəbə özü getmək mənasındadır. Bu bi hərfi ki var, ismin əvvəlinə gəlib. Həmin bu bi hərfi ismin əvvəlinə gəlməklə zəhəbə feilini mütəəddi feilinə çevirir və biz mütəəddi feilinə çevrilən kimi rahat şəkildə biz bunu məf'ul formasına gətirə bilərik. Məsələn, zuhibə binurihim. Onların nuru aparıldı. Bu şəkildə biz məf'ul formasına çevirə bilərik. Və yaxud baba aparaq zəhəbə feilini. Misal gətirək yenə Quran ayəsindən. İnnəmə yuridullahu liyuzhibə
ankumur ricsə əhləl beyt. İnnemâ yuridullahu liyuzhibə ankumur ricsə əhləl beyt. Ayənin əvvəli ardı var, əvvəli ilə ardı ilə işimiz yoxdur. Burada liyuzhibə bə olmasına səbəb lidir, onu gələcək dərslərdə izah eləyəcək. Bu zəhəbə feili if'al babına gedib əzhəbə yuzhibu olub və İnnəmə yuridullahu Allah istəyir siz əhl-i beytdən çirkinliyi uzaqlaşdırsın. Yuzhibu feili if'al babına getməklə mütəəddi lazımlıqdan çıxıb mütəəddi olubdur.